xəstəni misal çəkmək istəyirdim ki, xəstə epiqasal nahiyədə ağrıların deyə soruşursan, nə zaman baş verir? Deyir, səhər yuxudan duranda məndə ağrı baş verir, biraz hərəkət edəndən sonra ağrı itir. Hətta xəstə var, vurğulayır ki, gecənin bir vaxtı ağrılarım vardır. Deməli, buradan mədə bağırsaq yoxlanır, bir şey tapılmayanda nə düşünmək lazımdır? Onurğadan. Onurğa problemləri. Media'ya təşəkkürümü bildirirəm ki, Media'da doğrudan da bir kollektiv komanda var ki, hər ixtisas üzrə xəstəni başqa yerə yox, hələ öz içərimizdə savadlı həkimlər var ki, yönləndirirsən, istədiyin effekti də alırsan. Bir sual verirlər ki, doktor, nə yesəm, nə içsəm, mədəmdə qıcqırma, köp olur, ürək bulanma, yanğı olur, ağrı verir. Yəni, istənilən şeydən asılı olmayaraq, nə ola bilər mən? Əgər hər olsa bir insan mədə bağırsağından şikayət edirsə, bu birinci növbədə mədə bağırsağına görə qida rasionuna fikir verməlidir. Hansı qidanı yesəm narahat oluram, hansı yesəm narahat oluram. Endoskopi müayinəni sedasiya, yəni el arasında narkoz deyirlər, amma bu narkoz deyil. Deyirlər ki, mədənin birinci dərmanı ac qalmaqdır. Nə dərəcədə düzgündür? Bu o qədər düzgün deyil. Bu yaxınlarda olmuş hadisə deyil. Onu mən misal çəkim. Bir cavan bir xanım arıqlamaq istəyib və arıqlamaq üçün böyük yox, kiçik bir diyetadan istifadə etmişdi. Bu diyetadan istifadə etdikdə maddələr mübadiləsi pozulub və böyrəyin filtrasiyası pozulub. Bunun nəticəsində böyrək çaşınması başlamış. Mədə bağırsaq xoraları var, onlara deyilir lal xora. Xəstənin heç vaxt şikayəti olmur və bir an nə vaxtsa qan axma başlayanda bilinir ki, bunda xora var imiş demək. Buna ona görə elmi tibbə deyilir lal. Pasiyentə üzr istəyirəm cümləmə görə müştəri gözü ilə həkim baxmamalıdır.